Salam dəyərli izləyicilər. Əliyev Nargilə kanalımıza müraciət edərək bildirir ki, övladı Əliyev Elməddin anadan gəlmə epilepsiya xəstəsidir. Bundan başqa övladımda zaman-zaman yanaşı xəstəliklər yaranıb. Belə ki, hal-hazırda sağ gözü tamamilə görmür, sol gözü isə 50% görür. Ağciyərinin bir hissəsi Türkiyə Respublikasında qurudulub. Bütün xəstəliklərinə dair əlimdə həkimlərin rəyi olsa da, lakin övladıma düzgün əlillik dərəcəsi təyin etmirlər. Aidiyyəti qurumların vətəndaşa bu cür laqeyd biganə yanaşması vətəndaş və dövlət arasında olan sağlam düşüncəni, dövlətə olan etibarı alt-üst edir. Daha ətraflı video süjetdə. Mən Əliyev Nargilə Həsən qızı. Gəncə şəhərində yaşayıram. Mənim oğlum epilepsiya xəstəsidir. 15 ildir bu xəstəliklə, yəni anadan olandan belədir bu xəstəlik. Amma 15 ildir də 50-liklə alır. 15 il bundan öncə atasızlığa görə alırdı. İndi epilepsiya ilə alır. 5 ildən bir bunun pensiyası kəsilir. Mən doktora gedirəm, deyirəm bu sağalası xəstədirsə sağalt. Sağalası xəstə deyil bu. Doktor mənə deyir ki, indi aparıb dəlixanada yatızdırmasan, bir daha kəsirəcək bunun pensiyasını. Bu axıl yaxşı olan xəstə deyil, bu anadan olandan bu belə xəstədir. Bir yeri deyil, bir epilepsiya deyil bunda. Bunun Mehriban xanım, sizdən çox xahiş edirəm ki, mənə köməkdarlıq eləyin. Gözü görmür, gözün biri tamamilə görmür, sudur adam, baş yerə dəyə-dəyə, o qədər yıxılıb, düşür. Gözün biri tamamilə yoxdur, sağ gözü. Sol gözdə 50%'dir. Ağciyər yoxdur. Ağciyərin yarı hissəsi yoxdur. Türkiyədə 8 ay müalicə aldı. Yarı hissəsini qurutdular, götürdülər. Nəfəs ala bilmir. Sizdən xahiş edirəm. Mənə köməklik edin. Bir Azərbaycan qadını kimi, bir ana kimi. Mənim evladıma köməklik edin. Bunu gündə aparıb gətirə bilmirəm. Götürürəm, yolda xəstələnir. Qalıram əlində. Bunu ömrü eləsinlər, ikinci qrupdur. Bu ikinci qrup deyil, bunun hər tərəfi xəstədir. Bu birinci qrup 50'dir. Heç yerə qoyub çıxa bilmirəm, heç yerə gedə bilmirəm, dolana bilmirəm, heç yerdən də. Bir onun pensiyasıdır, onu da 5 ildən bir kəsirlər. Cənab Prezidentimiz sərəncam verdi. Əgər bədən funksiyasını itirmiş insanlara, xəstələrə, yəni 50'lik verilsin. Bunun ciyar yox, göz yox. Ondan sonra böyrəkləri xəstə. Əməliyyat olubdu, daşlar var idi, götürdülər, yenə böyrəklərini xəstə. Bunu nəzərə alın. Mənim oğlum 80-100% bədən funksiyasını itirib. Bunda mənə baxım pulu verməlilər. Nəzarətsiz qoyulan xəstə deyil, mənə baxım pulu da vermirlər. Neçə ildir mən baxıram bu xəstəyə tək başıma. Bununla da məmurlar devlətlə vətəndaşın arasında olan münasibəti arasında olan, yəni etibarı alt-üst eləyirlər. Mən bir ana kimi, Azərbaycan qadını kimi Mehriban Əliyeva sizdən çox xahiş edirəm. Siz də anasız. Mənim oğlumun 50'lik dərəcəsini verməyində köməklik eləyəsiniz. Can ay baba, can. Can ay baba. Bismillah. Ya Allah. Ya Allah. Yox, heç nə olmaz, eləmə. Eləmə, ayılacaq. Ay. Ayılacaq. Yox. Xəstəxanaya aparıram. Elə tutdu yolda.
Ben dili bəlkə qatlanıb Yox, qatlanmır, dili getmir. Dili qatlanmır. Of. Bunun pensiyasını kəsiblər, onun üçün çəkirəm. Yox, elə bilirlər sağlamdır. Sağlam deyil bu. Sağlam deyil bu. Ay devlət, ay hökumət, ay bunun pensiyasını kəsən. Mən bu yollarda 8 aydır qalmışam. 8 aydır.